Tərkən. Hamınızı salamlayıram. Mənim adım Tamila Musayevadır və mən Azərbaycanda İvan Franko adına Ukrayna İctimai Birliyinin sədriyəm. Və mənim üçün çox xoşdur ki, bugünkü görüş bizim məkanımızda Sumqayıtdadır və Ukrayna səfirliyinin adından da biz minnətdarlıq bildiririk ki, bu kitab çap olunub, bu kitab üz görüb və biz Xacı Nərimanoğluya dərin təşəkkürümüzü bildiririk və istəyərdik ki, daha ətraflı məlumatı, kitab haqqında məlumatları siz özünüz bizə təqdim edəsiniz. Zəhmət olmasa yap gəlin. Təşəkkür edirəm. Hər birinizə bugün Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin donorluğu ilə Zəngəzur Cəmiyyətlər Birliyi Azərbaycan və Ukrayna dillərində Alik Babak, Azərbaycan səni unutmayacaq. Başlamamışdan əvvəl mən çox istəyərdim ki, öncə Azərbaycanın və Ukraynanın ərazi bütövlüyü, müstəqilliyi, torpaqların müdafiəsi uğrunda canlarını fəda edən igid oğullarımızın xatirəsini bir dəqiqəlik şükürlə yad edirik. Allah rəhmət eləsin. Bilirsiniz ki, çoxumuza Alik Babakın adı tanışdır. O, 1991-ci il aprelin 7-sində Ermənistanla sərhəddə yerləşən Batlı rayonunun Yuxarı Cibirli kəndində mülki ahalini erməni separatçı terrorçu dəstələrinin hücumundan qurtararkən xüsusi igidlik göstərərək ağır yaralı halda ermənilər tərəfindən qətlə yetirilibdir. Əvvəla salamlayıram hamınızı. Alik Babakın xatirəsi biz həmişə sayğı ilə anırıq. Alik Babakı mən şəxsən özüm tanıdığına görə tarixçəsi biraz uzundur, çalışacağım ki, biraz qısa söhbət edeyim. 20 yanvar hadisələri ərəfəsində vəziyyəti bilirsiniz də, o vaxt bütün Respublikada nümayişlər gedirdi, müstəqillik istəyən bizim xalq nümayəndələri mitingə çıxırdılar və bunların içərisinə müxtəlif kəşfiyyat orqanlarının kəşfiyyat nümayəndələri qatılır. Шановний пане президенте, Ілля Алієв, звертається, я можу висловити, звертається до вас мама Олега Бабака. Ми знаємо, що сьогодні презентація книги, яку ви написали. Ми дуже вдячні письменнику, який видав книгу, і всім, хто дочитав. Отдельно хочу подякувати президенту. І всім присутнім. Altavanlı rayonunun başçısı da bizim icra başçısına müraciət göndərdik ki, biz istəyirik ki, gələcəkdə o rayonla Batı rayonu arasında bir qardaşlıq münasibəti yaradaq və nümayəndə heyətimiz, bayaq Zaur dedi, nümayəndə heyətimiz gələ vəziyyət imkan verdiyi təqdirdə biz gedək Yuxarı Cibirlidə Aliyin son döyüş yerini ziyarət edək. Belə bir şey biz təbii ki, Allah qoysa o işi də həll edəcəyik. Məncə, onun orada təbliğat yönümlü də o şəkil plakatı mütləq eləməsi lazımdır ki, bunlar çoxdur. bilməyənlər də maraqlansınlar. O yəni o bizimlə daimi əlaqə saxlayırıq. Onun telefonu da verə bilərəm sizə ki, çox xahiş edirəm ki, onun anasına, atasına da yəni buradakı o havanı çatdırasınız. Biz onsuz da filmi də var. Filmdə biz Cibirlilərlə onun anasının danışığını verdik.
göstərdiyiniz. Skype-la biz onları danışırıq. Aha, verdi, danışırdı. Danışıq hamısı şərtə vermişik. Ki, onlar ki, hamınız dövrə getdiniz. Razı müəllim dedi. Və bu bütün məsələlərin başında Rusiya dayanırdı. İmperiyanı parçalanmadan, qorumaqdan ötürü iki xalq arasında münaqişə yaradırdı və sonra sülh məramlı kimi çıxış edirdi. Alekçilərin nə işi vardı ki, Qubadlı ilə Azərbaycan-Ermənistan sərhədində dayansın? Bunların hamısı o cür ailənin bir övladıydı. Mayda gedəcəkdi, nişanlısına qovuşacaqdı. Sevgilisinin onun məktubları var, adam oxuyur o kitabda, bunların hamısını biz daxil eləmişik. Orada onun məktublarını vermişik biz kitabda. Əzər xanım hər dəfə məktub yazanda ata-anasına deyir, bunlar Azərbaycanlılar nə qədər gözəl insanlardır. Bizə hər cür çörək, qatıq, südlə qonaq edirlər, təmənnasız. Bu münaqişəni deyir, bunlar zorla cəlb olunmuşlar. Yəni deyir, bunların hamısı o vəziyyəti bilirdi ki, bunlar çox sakit, dinc insanlardır. Və Aleki qəhrəmanlıq, ən çətin momentlərdə üzə çıxır. Aleki sonra o civildə o ermənilərin qarşısına çıxmaya bilərdi. Xidməti vəzifəsini yerinə yetirmişdi. Razı müəllim bayaq dedi, yuxarı komendatoriyada, həm də Xankəndində yerləşən Rus hərbi komandanından məlumat vermiş ki, ermənilər onu mühasirəyə alırlar. Özdə ermənilərin çoxu residenslərdir. Ermənilərin həbsxanadan buraxılanlar idi ki, onlar bir müddət əvvəl Qubadlının Eyvazı kəndini diricə yandırıb, talan, qarət edib aparmışlar. Kənddə bir adam yoxdur. Eyvazının içində eyni falan vurulmuş ki, kənddə və Razı müəllim dedi, onlar hətta yük maşınlarını da gətirmişlər, hətta yuxarı avtobuslarla gətirmişlər ki, kəndin yağmalanmağında, talan olunmağında iştirak edəsinlər. O ona dözmədi. Ona yuxarıdan deyiblər ki, xəbər vermişsən, qutardı, get otur. Oradan heç kim getmirməli. Ancaq o təhsil avtomatını götürür, digər iki yoldaşını da patron darıqlarını götürür, siz yararları çıxardasınız, özü gəlir, bir o qədər. İstihbarat materiallarında Razı müəllim 24 terrorçunun ölüsünün sayı olmuşdur. Çoxu da nəşəxor, nə bilim, narkotiklərin təsiri altında, Alekdəki çox gözəl atıcı idi, onlar öldürmüşdür. Və biz özümüzə vicdan borcu bildik ki, bu adamın adı unudulmasın. Mən Ukraynalılarla çox söhbət edirdim, gördüm ki, yox, çoxu bilmirlər, digər şairlər yaranlı olmaq haqqında. Çünki onu görə də istədik ki, Alekə həm Azərbaycan xalqının o ehtiramı yetirək, həm də Ukrayna Azərbaycanla eyni vəziyyəti, eyni tarixi, eyni Ukrayna yaşayırdı. Ukrayna Azərbaycan taleyindəki o uyğunluğu həm də göstərmək istədik bu kitabda. Bu kitabda ən az bir 50 bölmədə o verilibdir. Bayaq Razı müəllim yenə dedim, o Cibrililərin o Babəki, ona çoxun Babəş deyirlər. Babak yox, Babəş deyirlər. Babək də bilirsiniz, Azərbaycan xalqının ücret qəhrəman oğludur. Elə deyir, o ata-anasına, dostlarına məktub deyir, burada Mahan Babəş deyir. Babəş adlıqların qəhrəmanları var, mən onu görə xüsusən çox istəyirlər, sən bizim Babəkimizdir. O da o Babəkliyin də yerini yetirmişdir. Yəni biz Qubadlı cəmaət olaraq bunu özümüzə vicdan doğru bildik və mən də çox sevinirəm ki, Alek Babak haqqında Azərtacın o bölgə üzrə müxbir olaraq ilk informasiyaları mən yaymışdım. Haqqında çoxlu belə materiallarımız etmişdi. Ukraynada indi çox. Ona mənim üçün ən çox xoş gələn odur ki, bizim orada dostlarımız var. Deyir, unudulub getmişdi. Poltavada direktor ən böyük insan, Profesör Bakı Dövlət Universitetinin professoru söz istəyir. Mən üçün təşəkkür edirəm. Hər bir salamlayıram. Mən doğrudan açıq etiraf edirəm ki, bu mövzu barədə heç bir məlumatım yox idi. Düzdür, Hacı müəllimin yazıları ilə tanışam, amma bunun barəsində eşitməmişdim. Hacı müəllimə çox təşəkkür edirəm ki, belə bir insan haqqında dəyərli bir əsər yazıb. Bu, həm xalqımıza tanıtıb, həm də iki dövlət arasında, iki millət arasında bir yaxşı bir əlaqə, ünsiyyət vasitəsi kimi. Yaxşı olardı, bu kitabı Ukrayna dilinə tərcümə edərdi, bilətdirərdi. Biz bu Ukrayna dilində olan kitabın təqdimatına gəlmişik. Hə, var. Bu kitabı Ukraynada demək iki yerdə kitab sərgisində göstərildi. Ukraynanın ambusmanına, parlamentin sədrinə, diasporada da ən azı 7 yerdə. İndi Zelenski bu bizi qəbul eləməlidir ki, bu kitab verilsin. Amma Hacı müəllim. Amma əslində bu məsələlərin hamısının kökündə
imperiya siyasəti, imperiya qəsbçanlığı qurur. Əvvəllər biz bilmirdik, elə deyirdik ki, ermənilər belədir. Sonra məlum oldu ki, bunun hamısı deyilən imperiyadır. Qəsdlər iki xalq arasında düşmənçilik yaradırlar. Bu belə hadisələr minlərlə, bəlkə milyonlarlandır. Nə qədər insanlarımız qətlə yetirilib. İmperiya siyasətinin olmasının əlavə də açıq deyil ki, bu mənfur ermənilərin özlərində də bir canfəşan. Hamı başlayıb kitabları verəmlər. Ona görə də mən acıqma, bu kuralları dəyişmişəm ki, əziyyət çəkib gedəndə kitabdan götürüb gedəsiniz. Deyəsən, Həzər xanımın adını çəkdi. Həzər xanımın vacib işi var. Siz bilirsiniz də, Həzər xanım qaçaq nəbi ilə Həcərin bizim xalq qəhrəmanlarımız dünyada tarixdə yeganə qəhrəmanlardır ki, 22 il əvvəl 3 imperiya qarşı vuruşur. Onun kötücəsidir və əsas odur ki, şəhid nəfəsidir. Onun babası da. Adını da daşıyır. Bəli. Böyüklərdən üzr istəyərək, mən də bir-iki kəlmə söz deyim, mən də gedəsi yerim var. İlk öncə deyim ki, Hacı müəllim biz o çox təvəzzükardır, bunu bilirəm və həmişə təvəzzükarlığı bizim el arasında, o arasında da bilinir. Amma mən istədiyim ki, onun qələmi, oxunaqlığı, kitablarını çox mütəmadi oxuyuram və ən çox sevdiyim məqamı isə oxunaqlı olmasıdır. Yəni, insan oxuyanda hadisənin içində olduğunu zənn edir. O axın, o yazı, o qələm, o üslub elə tərzdə yazılıb ki, hal-hazırda hadisəni elə bilirsiniz ki, yaşayırsınız. Ona görə də çox təşəkkür edirəm və mən elə danışılan ərəfəsində Google-dan da araşdırma etdim. Çox şad oldum ki, yəni belə bir qəhrəmanı, belə bir vətən sevda, yəni xalqdan əlavə haqqın tərəfdarı kimi, ədalət tərəfdarı kimi bu cür qəhrəmanlar çoxdur və çox sevinirəm ki, belə bir insanı, belə bir şəhidimizi daha yaxından tanıdım Hacı müəllim vasitəsilə və digər ziyalılarımız vasitəsilə. Hələ mən sözümü ona gətirəcəkdim, Hacı müəllim məni qabaqladı, diaspor komitəsində də dedi ki, bir çox təbliğatlar gedibdi. Fikirləşirəm ki, bəli, Ukrayna səfirliyində, Ukrayna mədəniyyət evində bir çox hallarda bu kitab, bu təqdimat olmalıdır ki, Qubadlı insanları onlar üçün vuruşan, döyüşən qəhrəmanlarını unutmurlar. Mən özüm Qubadlıda şəhid olan, belə bir məlumat verim. Mən özüm şəhid övladlarından ibarət Zəfər Sadası Uşaq Xor qrupunun layihə rəhbəriyəm. Hal-hazırda 40-dan çox şəhid övladımız var bizim xor qrupunda. Layihəni yaratmaqda əsas məqsədim şəhid övladları arasında dostluq, bərabərlik yaratmaq, onların sosiallaşmasına təmin etməkdir. Və içlərində xüsusi diqqət etdiyim məqam bir şeydir ki, Hacı müəllim, Qubadlıda şəhid olanlarımızın şəhid övladlarında iştirak eləsin. Çünki o siz dediyiniz kimi vicdan borcu kimi məsələsi var ki, onların həyatlarına, onların necəsə bir yaşamlarına zərrə qədər də toxunuş edə biliriksə, nə xoş bizə. Bir daha çox-çox təşəkkür edirəm, uğurlar arzulayıram, çox fərəh hissi keçirdim. Hər şeydən öncə yerlilərimi gördüm. Çünki mən üçün Qubadlı adı altında olan hər kəs dəyərlidir, əzizdir, baş tacıdır. Nə zaman bir vətən qızı kimi, bir el-oba qızı kimi nə lazımsa əlimdən gələni etməyə də hər zaman hazıram. Bir daha təbrik edirəm, uğurlar arzulayıram. Adımız ən müqəddəs addır. Quranda da, kitabımızda da hər birimizin baş ocağımızdır. Bəzən şəhidlər o rəhmət deyəndə, o Quran-ı Kərimdən onlar cənnət məkandılar. Şəhid istəmə məndən məqbə, sənə ağuşunu açmış, cənnətdə gözləyir deyilənlər. Şəhid Məğrur Şirinovun qardaşı Zavur Zəncəzuru buradadır. İgid şəhidimizin qardaşını istəyirəm ki, söz desin. Hamınızı salamlayıram mən də. Qubadlı ictimaiyyəti ilə mənə Hacı müəllim, Zavur Qubadlı kimi tanıyır. İndi Facebookda Zavur Zəncəzuru kimi vardı. Bir də o da Zavur Qubadlı kimi, o çaşqınlığı olmasın elə hamı Zavur Qubadlı kimi tanısın. Öncəliklə Qubadlının babəki, Ukrayna xalqının qəhrəman oğlu Alek Babakın ruhuna salam deyirəm. Onun ruhu qarşısında baş əyirəm və onun timsalında bütün şəhidlərimizin
qrupları qarşısında baş əyirəm. Onların başlamış olduqları mücadilənin, müdafiənin, o 90-cı illərdə keşməkeşli günlərin, o təminatsız, quş tüfəngi ilə, qustar üsulla hazırlanmış silahlarla, evdən olan təminatlarla, sığınacaqların olmaması, kazarmaların çətinliyi, çöl şəraitində, soyuqda, istidə onların başlamış olduğu o ağır mücadilənin sonu 2020-ci ildə bizə hədiyyə ilə nəticələndi. Yəni, ana torpaqlarımız, doğulduğumuz torpaqlar, uşaqlığımızın xatirələri olan torpaqlarımız geri döndü. Həmin o şəhidlərin qanı sayəsində, şanlı ordumuzun gücü sayəsində, ona görə də hamısının, sağ qalanların, şəhid olanların, hamısına öz minnətdarlığımı bildirirəm bir torpaq oğlu kimi. Bugün haqqında ki, bu təşkil eləmişsiniz Hacı müəllim, Alek Babakın şəhidlik zirvəsinə yüksəldi Qubadlı torpağında, Cibikli torpağında. Mən də öz tərəfindən kiçik Ukrayna yazılarımızdan kiminsə sözü var? Yazılar. Danışan alimimizin çıxışından sonra anladım ki, kitabı yazmağa dəyərmiş, mütləq lazımmış. Mütləq lazımmış. Malum ki, bizim alimlərimiz də tanımış ki, Alek Babak kimi eşitməmişdik. Bəlkə də eşidib bu unudubdur. Ancaq bizim haqqımız yoxdur. Heç kəs gərək unudulmasın. Xüsusən o cür qəhrəmanlar. Mən istəyirəm bizim Cibihlimizin axsaqqallarından biri. Kimsə söz desin, sonra mən İslam müəllimə söz verəcəm ki, İslam müəllimin bir dənə şeirini tapdım və o şeiri dərhal o Alek Babaka həsr olmuş şeirin o kitaba salmışım. İstəyirəm onun dilindən Özü İslamın böyük xidmətləri oldu, torpaqların müdafiəsində, onu görüb tanıyanların, onu rayondan tanıyıram mən. Buyurun. Hər birinizi salamlayıram və bu kitabın bugün ərsəyə gəlməyində xidməti olanların hər birini öz təşəkkürümü bildirirəm. Cəsarətlə demək istəyirəm ki, Hacı müəllim, siz Azərbaycan və Ukrayna arasında böyük bir abidə yaratmışsınız bu kitabınızla, bu əsərlə. Razi müəllim çox geniş, əhatəli danışdı. Razi müəllimin həddindən artıq o dövrlərdə olan xidmətləri hər birimizin xatirindədir. Buna görə də öz təşəkkürümü Razi müəllimə də xüsusilə bildirmək istəyirəm. Və Cibili məsələsində çox çətinliklər var idi o dövrdə. Razi müəllimcinin sayəsində orada əhalinin qorunması üçün xüsusi işlər görüldü, müəyyən köməklər olundu. Mən şəxsən rəhmətli Alek Babakı şəxsən tanıyırdım. Belə ki, milis işçisi kimi o kəndlərə təhkim olunmuşdum və daim müntəzəm əlaqələrim var idi onlarla. Gedirdik, bir yerdə görüşürdük, söhbətlər edirdik və eynilə kənd cəmaatı onlara öz maddi köməkləri göstərirdi. Çörək pişirirdilər, müəyyən yemək pişirirdilər, heyvan kəsirdilər, edirdilər. Yəni, bir çox da mənim vasitəmlə onlara yaxınlıq edirdi və onlar bağlanmışdı o kəndə. Həqiqətən böyük hörmətlə yanaşırdı. İffət idi gözündə, bütöv idi söhbətində, sözündə, əsl zabit şərəfi idi özündə. O qəhrəman bizim Alek Babakdır. Bu torpağı doğma bildi, sevildi, danışanda şirin dildi, sevildi, öz dərdini bizlə böldü, sevildi. O qəhrəman bizim Alek Babakdır. Duman gəldi, dağ dərəni bürüdü, baxmadı ki, düşmən çoxdur, sürüdü, çəkilmədən güllə üstə yeridi. O qəhrəman bizim Alek Babakdır. Bir kənd ilə doğmalaşdı, qol açdı, Babək kimi el qəlbinə yol açdı, ermənilər qabağından qaçardı. O qəhrəman bizim Alek Babakdır. 91-in 7 aprel günündə şir kimi dayandı düşmən önündə, kürəkdən vuruldu silah əlində. O qəhrəman bizim Alek Babakdır. Ötsə də 10 illər, neçə əsrlər
yaşadar ürəkdə gələn nəsillər, şanına yazılar, dastan, şeirlər, o qəhrəman bizim Alek Babakdır. Allah onun ruhunu şad eləsin. Sağ olun, sağ olun. Təşəkkür edirəm bir daha sizə. Kiminsə sözü var ya, bir mövzuya toxundu. Yəni, bunun ən yaxşı tədqiqatçısı Razım müəllimdir. Ukraynilərlə Tamila xanım, türklərin, bizdə Türkdə, Azərbaycan çox belə yaxın doğmalı bağlılıqları var. Həddindən artıq. Lütfen onu internetə girəndə bir baxın, bu nə qədər faktlar var. Bir kəlmə mən demək istəyirəm. Üzrsən, bir də o İlabır Qəssab yaxınlarda artıq ermənilər orada deyir ki, Şil adlı xanın evi. Onları ən çox özdə yazan Ukraynadan tədqiqatçılardır. Yəni, sizlərlə, bizlərlə, üzrsən, dəfələrlə orada olmuşam, dəfələrlə şeydə olmuşam, Lovda olmuşam. Komsomolda işlərində 1200 əskər aparmış. Lazım, o vaxt belə bir qayda vardı. Sığır Komsomolda Beləcərdən əskərləri yığırdılar vagonlara, bir aparıb müşahid edirdilər. Ukraynanın demiyorlar ki, bəlkə yarısını gəzmişik, bu hərbi hissəyə 100 əskər ola, bir əskər, Lova 300 əskər, çox, onların ən böyük sərhəd qəpsində, çoxla qədər 50 əskər. Ukrayna ilə bizim doğmalımız çoxdur. Həm də elə bugünkü Ukrayna ona düşdüyü vəziyyət bizi bir daha qardaşlaşdırır ki, biz dərddə dərdini anlayaq. Mən istəyirəm bizim ağsaqqalımız söz desin. Elə bir sözlə vədə eləmək üçün xatırladım bir dənə. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Genç danışıldı, Razım müəllim çox danışdı. Allah kömək olsun, Allah canı salamat eləsin. Təşkilatçılığı elədi. Yenə deyirəm, Allah bütün şəhidlərimizə. Mən bir dənə xatırladım o söhbəti. 78-ci ildə mən əskərə getmişəm. Mən Zibilin sakiniyəm, yəni onu biləsiniz. Deməli, o vaxt mən əskərə gedəndə Novosibirskaya düşdüm. Orada hər millətdən vardı, ordusunda. Orada Ukranist, Xaxol deyirlər. Bəlkə də yaşlılar bilər. Bu söhbəti, yox, o ayrı söhbəti, Ukranist. Deyəndə, dedi ki, mən Ukraynayla vətəndaşıyam, sən də Azərbaycan. Biz qardaş olmalıyıq. Yəni o söhbət, mən birdən yadıma düşdü, o sözü, dedim ki, söz aldım çıxış eləyəm. Allah rəhmət eləsin Alek Babəkə. Deməli, Babək həqiqətən çox cəsur, çox döyüşkən, belə düzgün xalqı, Azərbaycan xalqının, çünki Azərbaycan xalqı da o kənd sakinləri, Zibili kənd sakinləri də onlara yaxşı qulluq edirdilər. Rayon biraz aralıydı Zibiliyə, Razım müəllim yaxşı bilir. Bayramlarda aş pişirib göndərirdi. İnanırsan ki, çörəyinə tutmuş, bayaq İslam müəllim dedi, yeməyinə, növbə kəndi növbələyirdilər ki, onlara yemək versinlər. Məktublarında var. Deməli, o momentində yuxarı Zibilinin, aşağı Zibilinin arasında 2 kilometr yoldur. Ermənilər hücum eləyir aşağı Zibiliyə. Orada Asakəllər deyir ki, davay, ora top atın. Deyir, bizə izah verilməyib. Asakəllərdə bir neçəsi yığışır ki, at, qorxma, sənə biz narışın olsa, biz atlayıq. O 2 dənə top atmışdı, kendi hücum eləməmişdilər. Весна чорну землю сонну розбудила, обвічала її лястом, барвінком укрила, і на полі жайворонок соловейко в гаї. Землю убрану весною вранці зустрічає рай та й годі Тарас Шевченка. Моя рідна батьківщина має назву Україна. В мене нація своя. Українець, мам я. Є у мене рідна мова, де вкраїнське кожне слово. Sağ olun. Ürəyimizə yatar. Həm də ən maraqlısı odur ki, biz çalışdıq Ukraynanın orta məktublarında Nizami Gəncəvinin əsərlərindən parçalar. Orada 7 gözəldə bunlar Taras Şevçenko'nun heykeli var Zaqatalada. Bizdə demək, Zaqatal da heykəli var. Nədir? Lesya Ukraynanın Lökbatanda heykəli var. Sonra Şevçenko'nun Bakıda heykəli var. Franko'nun heykəli var. Yoxdur. Yoxdur, inşallah. Və bizim, mən sözsüz Şevçenko'nun heykəli var Bakıda. Lökbatanda da Lesya
Ukrayinka, çox onların populyar şairidir. Danışlar üstündeydi. Bəli, o kitabda Olur. o kitab